Qurbağa ətinin tərkibində ciddi şəkildə parazitlərin miqdarı, bakteriyaların miqdarı həddindən artıq çoxdur ki, xüsusən də bakteriyalardan Salmonella, Escherichia kimi ciddi şəkildə öldürücüyə malik olan bakteriya vardır ki, bunlar insan orqanizminə ciddi fəsadlara gətirib çıxarda bilər. Bundan başqa qurbağa ətinin tərkibində ciddi zəhərlənməyə səbəb ola biləcək toksinlər var. Hətta bəzi insanlar vurulur ki, bəs qurbağa əti dondurulmuş şəkildə ölkəmizi gətirilir və orada bakteriyalar, parazitlər məhv olmurmu? Xeyr, təəssüf olsun ki, bəzi parazitlər, bəzi bakteriyalar nə qədər dondurulsa da onlar demək olar ki, ölmürlər, əksinə donlu açıldıqdan sonra onlar orqanizma yenidən aktivləşə bilirlər. Hətta anafilaktik şoka və ölümə qədər gətirib çıxarda bilər. Ona görə qurbağa əti hal-hazırda biz həkimlər tərəfindən, tibb tərəfindən tövsiyə olunan qida maddələri arasında daxil deyil. Qurbağa əti aşağı kalorili və zülal baxımından zəngin bir qida hesab olunduğundan diyeta saxlayanlar və idmançıların sevimlisinə çevrilib. Bəs sadəcə dadına baxmaq üçün qurbağa əti yesək bizi hansısa təhlükə gözləyirmi? Daimi olaraq istifadə edərsək, bizim buradakı nədir? Xərçəng riski ehtimalı var ki, dediyimiz kimi xüsusən də bəzi bölgələrdə, hövzələrdə yaşayan qurbağalar var ki, bunlar sürətlə ağır metallarla məruz qaldığına görə insanın orqanizmasında xərçəngə gətirib çıxarda bilər. Bu daimi istifadə zamanı, uzun müddət istifadə zamanı ortaya çıxa bilər. Bir də var ki, bir dəfə, iki dəfəyə yeməklə bədəndə verə biləcək dəyişkənlikə nə ola bilər ki, ciddi zəhərlənmələr gətirib çıxarda bilər, toksinlərin təsirindən allergik reaksiyalar gətirib çıxarda bilər.